Bağışlayan və mehriban Allahın adı ilə. Ey Peyğəmbər! Qəflətdə olanları işin bitmiş olacağı peşmançılıq günü barədə xəbərdar et. Məryəm surəsi, ayə 39. Özlərinə gələndən sonra, səhvlərini biləndən sonra, əbədi olaraq tənha qalacaqlar. Səhvlərini biləndən sonra, özlərinə gələndən sonra, əbədi olaraq tənha qalacaqlar. Özlərinə gələndən sonra, tənha qalacaqlar. Özlərinə gələndən sonra əbədi tənha qalacaqlar. Tənha qalacaqlar. Ona acıqlanarsan, ana. Ona acıqlanarsan. Fəramərs Qəribniyyə və Əfsanə Bəyqan Peşmançılıq günü serialında. Ssenari müəllifləri Əli Rıza Əfxəmi, Səccad Əbülhəsəni. Rollarda Puriya Pursorx, Rəhim Novruzi, Linda Kiyani, Məhravə Şərifniyyə və başqaları. Səhnə və geyim tərtibatçısı Fəramərs Badranpur. Qrim rəssamı Məcid İskəndəri. Filmin direktoru Hüseyn Abbasi. Bəstəkar Arya Əzimnicat. Montaj Hüseyn Əhmədi. Quruluşçu operator Əli Mühəmmədzadə. Dini məsələlər üzrə ekspert Höccətül İslam Cavad Güli. Prodüser Mehran Rəssam. Rejissor Sirus Müqəddəm. On dördüncü hissə. Zəhra Tədqiqat Mərkəzi. Buyurun. Salam Hacı ağa. Aleyküm salam qızım. Xoş gəlmisən. Çox sağ olun. Allah ibadətinizi qəbul eləsin. Siz yaxşısınız? Allaha şükür olsun. Mən yaxşıyam. Buyurun. Buyurun əyləşin. Keçin orada əyləşin. Xahiş edirəm, buyurun. Baş üstə.
Çoxdandır ki, nə bizimlə, nə də mədrəsənizlə maraqlanmırsınız. Yavaş-yavaş sizdən inciməyə başlamışdıq. Düz deyirsiniz. Amma məni vəfasız hesab eləməyin, işlərim çox olur. Vəkil peşəsi çox pisdir. Heç bir peşə pis deyil. Xüsusilə sənin peşən, axı sən Allah bəndələrinin problemlərinin həlli ilə məşğulsan. Naşükürlük eləməməlisən, qızım. Allah eləməsin, naşükürlük eləmirəm. Bura gələ bilmədiyimə görə bəhanə gətirmək istəyirdim. Burada sizin yeriniz yaman görünür. Təsadüfən elə xanım Rəhmani də bir-iki həftə bundan qabaq istəyirdi ki, Qadın və Allah mərhəmətinin təzahürü adlı məqalənizi sonuncu keçirdiyimiz konferansa təqdim olunan məqalələr toplusu ilə birlikdə çap elətdirsin. Buna görə sizdən icazə almaq istəyirdi, amma sizə zəng çatmayıb. Bəli, mən bir müddət telefonumu bağlı saxlamışam. Əslində mən bir müsibətlə üzləşmişəm Hacı ağa. Bu hadisə həyatımı dəyişdi. Nə olub ki? Nə müsibət? Gəlinimiz Hacı ağa. Gəlinimiz Məsumə Allahın rəhmətinə qovuşdu. Hamımız Allahdanıq və ona doğru qayıdırıq. Bəs bizə niyə xəbər verməmsiz? Bağışlayın Hacı ağa. Həmin vaxtlar mən qətiyyən özümdə deyildim. Heç nə düşünə bilmirdim. İnşallah bu ay ona da şamil olunar. La yazuquna fihal maut. İllal mautətel ulə. Birinci ölümdən başqa onlar orada ölüm dadmayacaqlar. Mən də inanıram ki, bu belədir Hacı. Mənim Məsuməm bir mələk kimi idi. Siz də bilirsiniz ki, mən ona çox bağlıydım. Bəli, bilirəm. Məncə deyəsən 2 ilə yaxın idi ki, o şikəst olmuşdu. Düzdür? 3 il Hacı ağa. Bu müddət ərzində dəfələrlə burada sizin söhbətiniz olub. Hamı sizin necə səbirli bir insan olduğunuzdan danışırdı. Rəhmətlik gəlininizə necə can yandırdığınızdan danışırdı. Heç şübhə eləmirəm ki, indi onu itirdiyinizə görə çox kədərlisiniz. Allah Teala buyurub ki, möminlərin canı və malı qarşılığında onlara cənnəti qismət eləyəcəm. Əminəm ki, onun yeri çox yaxşıdır. Allah sizə də səbir versin. Mən də sizlə elə bu barədə söhbət eləməyə gəlmişəm. Məsumənin ölümü mənə çox pis təsir elədi. Ona o qədər bağlıydım ki, artıq səbrimi əldən verdim. O qədər ağlayıb sızladım ki, axırda məni xəstəxanaya apardılar. Hətta onun dəfnindən sonra da özümə gələ bilmirdim. Yazıq ərim mənim əlimdən yorulmuşdu. Özüm də belə olmağımı istəmirdim. Nəhayət bir gün, Quran oxuduğum vaxt bu ayəyə çatdım. Allahın izni olmadan heç bir müsibət baş verməz. Allaha iman gətirən sidq ilə gətirər. Birdən qəlbim qırıldı. Dedim, Allahım, axı sənə iman gətirmişəm. Niyə bu müsibətində məni sakitləşdirmirsən? Niyə qəlbimə rahatlıq vermirsən? Bundan sonra mən çox rahatlaşdım. Çox. Sanki həmin gündən sonra Allah müsibətə dözməyimə görə mənə səbir verdi. Ürəyimi sakitləşdirdi. Səhər Məsumənin qəbri üstə getdim. Ziyarətdən qaydanda metro ilə gəlirdim. Orada qəribə hadisə baş verdi. Gördüm ki, qatar tunelin içinə girməyin əvəzinə böyük meşəyə girdi. Axırıncı dəfədə evdə namazdan sonra zikr eləyən vaxt birdən gördüm ki, həmin meşənin içindən keçərək böyük, quru bir səhraya çatdım. Hər tərəfdə sayı hesabı bilinməyən çoxlu adamlar, kişilər, qadınlar var idi.
Sanki onlar orada oturub nəsə gözləyirdilər. Çox qorxuluydu Hacı ağa. Amma mənim üçün ən qorxulusu o idi ki, görəsən niyə yoldaşım Rıza onların içində idi? Onun gözləri çox kədərli idi. Bilmirəm ora hara idi Hacı ağa. O adamların hamısı şikəst kimi oturub nəyi gözləyirdi? Bir nur gəlib onların bəzilərini aparırdı. O nə nur idi? Onları hara aparırdı? Yüzlərlə belə sualım var ki, o hamısına cavab tapmağa çalışıram. Məni ən çox narahat eləyən odur ki, niyə yoldaşım Hacı Rıza onların içində idi? Axı, niyə o belə pərişan və kədərli idi? Dünəndən indiyə qədər səbirsizliklə gözləyirdim ki, vaxt tapan kimi yanınıza gəlim. Suallarıma sizdən cavab alım. Bəlkə də mənim indi sənə deyəcəyim, səni düşündürən bütün sualların cavabıdır, xanım Kəmali. O da budur ki, siz çox böyük, itki və ağır müsibətlə üzləşmisiniz. Sizin bu gördükləriniz çox güman ki, başınıza gələn müsibətin təsirindəndir. Bu təbii haldır. Gördüklərim təbii deyil Hacı ağa. Mən özüm ora getmişdim. O meşəyə də, o səhraya da. Bütün bunlar nə yuxularımda, nə xəyallarımda, nə də düşüncələrimdə idi. Yəni, belə düşünürsünüz ki, bunlar bir növ mükaşifə olub? Bilmirəm Hacı ağa. Bilmirəm bunun adı nədir. Yalnız bunu bilirəm ki, hamısı həqiqət idi. Əslində, belə ilhamla, mükaşifə ilə üzləşdiyini deyən adamlara inanmaq çətindir. Bir tərəfdən də Həzrəti İmam demişkən, təqvalı şəxslərin belə sözlərini inkar eləmək olmaz. Siz də belə olduğunuza görə sizi də inkar eləmək olmaz. Ancaq ayrı bir tərəfdən də yaxşı bilirsiniz ki, bu mövzudan sui-istifadə eləmək istəyən adamların sayı hər gün çoxalır. Onlar Allah bəndələrini səhv yola çəkirlər. Elə hazırda bu iddiada olan şəxslərin əksəriyyəti bu qrup adamlardandılar. Necə deyim axı? Onlar cəhənnəmə gedərkən özlərinə yoldaş axtarırlar. Mənim sui-istifadə eləmək fikrim yox idi. Mən sizi nəzərdə tutmurdum, xanım Kəmali. Elə mən də demək istəyirdim ki, sizi çox təqvalı və savadlı bir insan kimi tanıyıram. Mən qəlbən buna əminəm ki, siz o qrup adamlardan deyilsiniz. Allahın xüsusi lütfüne şamil olunan insanlar belə mükaşiflə üzləşirlər. Siz bir ömür ibadətlə, elm öyrənməklə məşğul olmusunuz. Artıq neçə illərdir ki, Allahın sevdiyi ictimai bir işlə məşğul olursunuz. Siz də Allahın xüsusi lütfüne şamil olunan bəndələrdən birisiz. Amma sizin bütün bu gördükləriniz mükaşifə hesab olunsa da belə, yenə də bu bir şəxsi məsələdir. Bu gördükləriniz başqaları üçün əsas və höccət sayıla bilməz. Buna görə də belə şeyləri görən və belə hallarla üzləşən şəxslər birinci bunu yadlarında saxlamalıdırlar ki, öz gördüklərini heç kimə danışmamalıdırlar. Bilirəm Hacı ağa, düz deyirsiniz. Mən də çox çalışdım ki, bu barədə heç kimə heç nə danışmayım. Amma axırıncı dəfə Rızanı
Orada çox pərişan bir halda görəndə daha buna dözə bilmədim. Fikirləşdim ki, bunları sizə danışım. Çünki gördüklərimin həqiqət olduğunu bildiyim kimi, sizin də mənə düzgün məsləhət verib doğru yol göstərəcəyinizi bilirdim. Siz deyin, indi mən neynəməliyəm, hacı? Hələlik belə bir məsləhət görürəm ki, bütün bunların bir ilham olduğuna inandığınıza görə, birincisi, heç kimlə bu barədə danışmamalısınız. İkincisi, çalışın ki, heç vaxt bu barədə düşünməyəsiniz. Özünüzdə belə bir təsəvvür yaradın ki, sanki gördükləriniz yuxu olub. Çalışın onu unudasınız. Yaxşı, dediyiniz kimi eləyəcəm. Amma hacı ağa, deyin görüm sizcə ora hara idi? O yer həm cənnətə oxşayırdı, həm də cəhənnəmə. Qərarı aldıq ki, bu barədə düşünməyəsiniz. Heç bilirsən bu dünyada səni nə gözləyir? Heç nə. Bir murdar dünya, bir də namərd atan. Gəlib bu dünyada nə edəcəksən, hə? Sən də atan kimi namərd olacaqsan? Yox, qoymaram. Məyər bu dünyada namərdlərin sayı azdır? Qoymayacam. Qoymayacam sən gələsən. Qoymayacam sən gələsən. Bağışla. Bağışla. Səni çox istəyirəm. Səni çox istəyirəm. Neçə aylıqdır? Heç bilmirəm. Fincanların çox çirkli idi Fəridə. Adamın ürəyi gəlmirdi onlardan çay içsin. Bunu şampunla yumuşam. De görüm qızdı ya oğlan? Bilmirəm. Allah eləsin oğlan olsun. Niyə? Əgər oğlan dünyaya gətirsən, bir gün kişi olacaq. Sənə məxsus bir kişi olacaq. Özününki olacaq. Əgər sənin oğlun olsa, həmişə sənə baxacaq. Sən onun namusu sayılacaqsan, səni qoruyacaq. Səni sevəcək, sənin fəxrin olacaq. Uşaqlıqdan özün onu böyüdəcəksən, yekə kişi olacaq. O səni heç vaxt atmayacaq. Səni boşamayacaq. Xoş sənin halına Fəridə. Allah eləsin oğlan olsun. Gərək mənə xala desin. Mən onun xalasıyam. Onu gərək kişi kimi böyüdək. Başa düşürsən? Əgər o kişi olsa, ömrümüzün axırına kimi kölgəsi üstümüzdə olacaq. Onun bizim həyatda rastlaşdığımız namərd kişilərdən fərqi çox olacaq. Cənab Siyamək, bağışlayın. Sizə də zəhmət verdik. Zəhmət nə deməkdir? Mən ki şahidlik eləməkdən başqa ayrı iş görməyəcəm.
Gələcək? Hə, gələcək. Axı niyə gəlməsin? Allah eləsin, gəlməsin. Peşman olacaqsan, Məsud. Fəridədən canını qurtarmaq üçün bu qədər pul verməyə dəyməz. Bu çıxış yolu deyil. Başa düş, başqa yolum yoxdur. Yolu budur ki, özün ürək eləyib gedib hər şeyi valideynlərinə danışmalısan. Hə, əgər mən danışsam elə bir tufan qopar ki, məni bir dəfəlik məhv eləyər. Bir də bu haqda danışma. Mənə gün kimi aydındır. Bu pulu səndən alandan sonra heç bir il çəkməyəcək, yenə səndən pul almağa gələcək. Pulu ona verəndən sonra onun üçün neft quyusu olacaqsan. Xahiş eləyirəm, belə sözlər danışma, Həmid. Mənim ona inanmaqdan başqa çıxış yolum yoxdur. Əgər bir ildən sonra o sənin dediyin kimi eləmək istəsə, yaxşı. Onda başqa bir şey fikirləşərəm. Onda artıq gec olacaq, Məsud. Çünki sənin 200 milyonun əldən getmiş olacaq. Bu söhbəti bağla, Həmid. Allah eləsin, gəlməsin. Allah eləsin, yolda qəzaya düşsün, ölsün. Cənab, həyat yoldaşım gəldi. Gəldi. Salam. Niyə bu qədər yubandın? Tez ol, sənədləri mənə ver. Bir dəqiqəlik çıxarsan işim var. Buyur. Bu istədiyim puldur. Zəmanətli çekdir. Heç olmasa bir dəfə bax, arxayın ol. İndi isə sənədləri mənə ver. Gətirməmişəm. Axı, bu nə deməkdir, Fəridə? Biz səninlə nə qədər söhbət eləmişik, danışıb razılığa gəlmişik, indi yenə də hər şeyi əvvəldən başlamaq istəyirsən? Biz indi boşana bilmərik. Dayan görüm, bəlkə sən kəbin pulunu biraz da artırmaq istəyirsən. Bəlkə Məsud sənin gözündə bankdır və ondan istədiyin qədər pul qopara bilərsən, hə? Məndən acıq çıxmaq istəyirsənsə... Mən hamiləyəm. Buna görə sənə dedim ki, biz indi boşana bilmərik. Bu yeni oyunlarından biridir, düzdür? Bəli, tamamilə bir uşaq oyunudur. Bir neçə ay gözləməli olacağıq. Bilirəm, mənə dözmək sənin üçün çox çətindir, amma əlacımız yoxdur. Nə eləmək istəyirsən? Evə getmək istəyirəm. Uşağı deyirəm. Nə oldu Gözləyəcəm ki, o dünyaya gəlsin. Gözləyəcəksən?
Cənab, siz gedin, onun gəlmək fikri yoxdur, sizə yaxşı yol. İşlərimi qaşır taxmağım bey. 1-2 gündə münasib yer taparam, gedib uşağı abort elətdirərik. Neyniyək? Elə yer tapacam, sənin üçün problem olmasın. Mən uşağımı istəyirəm. O sənin uşağın deyil, mənim uşağımdır. Başa Qardaş, düşdün, mənim niyə uşağımdır. qışqırırsan? Uşağım qorxdu axı. Dəli. O bizim hər ikimizin uşağıdır. Sən istəmirsənsə istəmə. Bunun eybi yoxdur, amma mən onu istəyirəm. Sənin görəcəyin bir iş var. Uşaq dünyaya gəlsin, ona şəxsiyyət vəsiqə salaq. Ondan sonra mən öz uşağımla sənin həyatından bir dəfəlik sən çıxıb düz gedəcəm. deyirsən, hə. Mehriyəmi də alıb bir dəfəlik Qulaq as, gedəcəm, gözəl deyirəm, Məsud. sakit ol. Ağzını yum, mənə qulaq as. Əgər bir də o uşağı dünyaya gətirmək haqqında danışsan, özüm bu dünyanı sənə dar eləyəcəm, başa düşdün? Şəxsən mən. Mən istəmirəm səndən uşağım olsun Fəridə. Biz indi ayrılırıq. Buna görə də sənin o uşaqla mənə bağlı qalmağının heç bir əsası yoxdur. Başa düşürsən də nə deyirəm, hə? O uşaq dünyaya gəlməyəcək. Atası Yox. mənəm, mən də buna Yox. qərar verirəm. Sənin buna haqqın çatmır. Yox. Yox. İndi elə vəziyyətdəyim ki, uşağı saldırmaq üçün hər şey eləməyə hazıram. Hətta sənin ağlına gəlməyən şeylər də. Buna görə sən də bədbəxt eləməyə hazıram. Elə özümü də. Məsud, içərdən sizi çağırırlar. Burada nə işiniz var, hə? Ged onlara de ki, 2 gündən sonra gələcəklər. De ki, 2 gündən sonra elə bu vaxt gələcəklər. Bir dəqiqə də yubanmayacaqlar. Get de də. Təcili axtarıb bir yer tapacam ki, bu işi tez həll eləyək. Pullarına görə də narahat olma. Sənin 200 milyonundan heç nə xərcləməyəcəm. Nə dediyimi başa düşdün də, hə? Başa düşdün? Son şansını əldən vermə. Xanım, axı biz bir salavata işləmirik. Niyə pulumuzu vermirsən, hə? Çox sağ ol, xanım. Xanım, gözlüyün pulunuzun qalığını verim. Mənim adımdan onu sədəqə verərsən. İndi babanın yanına gedirik. Qorxma, atan kimi deyil, yaxşı adamdır, mərd adamdır. Zəri demişkən, nadir insanlardan biridir. Salam. Aleykümselam. Bağışlayın, cənab Hacı Sərməd buradadır. Bəli, siz kimsiz? O məni tanımır. Ona deyin ki, cənab Məsudun tərəfindən gəlmişəm. Onunla çox vacib işim var. Bir dəqiqə. Bu xanımdır. Salam qızım. Mənimlə işiniz vardı. Xanım, Salam. əleyke salam. Mənimlə işiniz vardı. Bəli. Onda buyurun. Məni bağışlayın, cənab. Biraz vaxtınızı alacağım. Təklikdə danışmalıyıq. Keçin içəri, xahiş edirəm. Buyurun, əyləşin.
Mən sizi eşidirəm. Cənab Əziz dedi ki, Məsudun tərəfindən çox vacib bir iş üçün gəlmisiniz. Cənab Əziz? Gəldiyinizi xəbər verən kişini deyirəm. Bəli. Doğrudur. Mənim sizinlə çox vacib bir işim var. Xeyirdir inşallah. Vallahi cənab, əslində xeyirdir, amma yavaş-yavaş şər olur. Allah eləməsin. Mənə deyin görüm sizin üçün nə eləyə bilərəm? Heç bilmirəm necə deyim cənab. Mən məcbur olub sizin yanınıza gəldim. Bura gəlməyimlə arxamdakı bütün körpüləri yandırdım. Bura mənim son ümid yerimdir. Cənab, xahiş eləyirəm mənə kömək eləyin. Çox xahiş eləyirəm mənə kömək eləyin. Mütləq. Mütləq sənə kömək eləyəcəm. Amma əvvəl özünə əl al və məni başa sal görüm nə baş verib. Sənə nə köməyim dəyə bilər? Gəlmişəm sizdən xahiş eləyim ki, onun qarşısını alasınız. Bunu yalnız siz eləyə bilərsiniz. Kimin qarşısını almalıyam? Oğlunuzun. Mən təkcə onun qarşısını ala bilmirəm. Mən yenə də başa düşmədim ki, nə məsələdir. Deyəsən siz bura səhv gəlmisiniz. Ya da məni başqa bir adamla dəyişik salmısınız. Yox cənab, mən səhv gəlməmişəm. Məsud, yəni sizin oğlunuz, mənim həyat yoldaşımdır. Mən əminəm ki, siz səhv gəlmisiniz. Sizin əriniz Məsud adında başqa bir adamdır. Oğlumun yoldaşı sizdən iraq. Təzəlikcə rəhməti gedib. Bilirəm cənab. Allah Məsumə xanıma rəhmət eləsin. Çox gözəl insan idi. Məsudla mən 2 ildir ki evliyik. Rəsmi qaydada evlənmişik, amma gizlincə. Məsumə getdikdən sonra Məsud artıq məni öz həyatında istəmir. Məni boşamaq istəyir. Mən ona görə gəlməmişəm ki, siz buna mane olasınız. Artıq mən də onu sevmirəm. Onunla yaşamaq istəmirəm. Amma uşağımı istəyirəm. Bu nə cəfəngahdır danışırsınız xanım? Mən bilmirəm siz kimsiz, məqsədiniz nədir? Amma bunu bilməlisiniz ki, mənim oğlum belə şər böhtanlardan uzaqdır. Niyə görə bura gəlmisən? De görüm məndən nə istəyirsən? Mən yalan danışmıram. Vallahi Məsudun həyat yoldaşıyam. Mənim adım onun sənədlərində var. İstəsəz şəhadətnaməni gətirib göstərə bilərəm. Cənab, mən sizin gəlininizəm. Çarəsizəm. Nə geriyə gedə bilirəm, nə irəli. Mən sizə pənah gətirmişəm ki, mənə atalıq eləyəsiniz. İmkan verməməlisiniz, oğlunuz uşağımı əlimdən alsın. Neçə aylıqdır? Məsud soruşur ki, neçə aylıqdır? Dəqiq bilmirəm. Bilmirik. Ancaq çox böyük deyil. Nə vaxt gətirək? Sizin evə? Qulaq as Fəramərs. Bu iş tərtəmiz, gigiyenik qaydalara uyğun olmalıdır, başa düşürsən? Puluna görə narahat olma, nə qədər lazımdırsa veriləcək. Yaxşı, onda sabah səhər tezdən 8-də sizin evə gələcəyik. Oldu. Həkimdir? Kim? Danışdığın adamı soruşuram, həkimdir ya yox? Yox dostum, bu vasitəçidir. İşi görən adamsa həkim olacaq, narahat olma. Birdən fırıldaqçılardan biri olar. Fərdənin başına bir bəla gətirər, bədbəxt olarıq. Ağzını xeyirli aç. Dedi ki, həkimdir, ancaq həkimlik lisenziyasını ləğv ediblər.
atamdır. Alo. Salam atacan. Hardasan? Yoldayam. Fəridə Əlipur adında bir xanım tanıyırsan? Necə? Fəridə Əlipur. Əlipur? Əlipur... Əlipur işçilərimizdən biridir? Deməli tanımırsan. Yox, yəni... Vallahi bilmirəm nə deyim. Deyin görüm adını hardan eşitmisiniz? Bəlkə yadıma düşdü. Adını onun özü mənə dedi. Özü dedi? Yaxşı. Onun sizlə nə işi var? Xanım Əlipur indi buradadır. Deyir ki, 2 ildir evlisiz, mənim gəlinimdir. Eşitdin nə dedin? Hə, eşitdim. Məsud. Atacan, bağışlayın, mən sizə sonra zəng eləyərəm, indi danışa bilmirəm. Bu nömrəyə zəng çatmış. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Yəni belə bir iş mümkündür. Allah'a pənah aparıram. Allah'a pənah aparıram. Həm sürət həddini aşıb, həm də qeyri-qanuni ötmə əməliyyat edib. Onun halı çox pis idi, cənab kapitan. Onda nəyə görə bu vəziyyətdə maşını idarə edir, hə? İndi belə oldu. Telefonla ona çox pis xəbər verdilər və vəziyyəti dəyişdi. Bu da 3-cü qanun pozuntusu. Maşın sürərkən telefonla danışıb. Sənin halın yaxşıdır, hə? Bəli, cənab kapitan. Xudahafiz. Yaxşı yox. Xudahafiz. Gedə bilərik. Nə deyim axı vallah. Bu qız lap bir canavar imiş. Atan əsəbləşmişdi. Axı o nə fikirləşib gedib atanın yanına. Qəribədir. Belə olmağı yaxşı oldu. Sabah gedib vəsadət qaldırarsan. Deyərsən ki, onu arkamandı. Ona heç nə vermədən bir dəfəlik boşayarsan, çıxsın getsin. Axı, bu nə axmaqlıq idi, o getdi elədi. Həmid, o mənə demişdi ki, uşağı dünyaya gətirmək istəyir. Ona görə mübahisə eləyib özümdən çıxdım. Yəni bu uşağın dəyəri onun üçün 200 milyondan artıqdır? Əgər belə olsa belə, bu yenə də axmaqlıqdır, elə deyil? Axı, mən nə edeyim, Həmid? Daha heç nə fikirləşə bilmirəm. Artıq ona heç nə eləmək olmaz. İş işdən keçib. Onu boşayarsan, gəlib bir müddətdə mənim yanımda qalarsan ki, qoy atanla ananın hirsi soyusun. Bir müddətdən sonra gedərsən onların yanına, deyərsən ki, qələt eləmişəm, səhv eləmişəm, üzr istəyirəm, məni bağışlayın. Vəssalam, bununla da hər şey qutaracaq. Bu sənin xeyrin oldu, işlərin belə getməsi yaxşı oldu. Sən başa düşmürsən, Həmid. Başa düşmürsən, nə deyirsən? O deyir ki, uşağı dünyaya gəlməlidir, bəs onu neyniyim? Mən artıq məhv oluram. Hər gün vəziyyət daha da gərginləşir. Ona zəng vur, gör axı dərdi nədir bunun? Artıq zəng vurmuşam. Telefonunu söndürüb. Cənab Sərmət, xahiş eləyirəm, məni bağışlayın. Əgər məcbur olmasaydım, heç vaxt sizin yanınıza gəlməzdim. Heç vaxt sizi narahat eləmək istəməzdim. Cənab, mən birinci dəfədir ki, sizi görürəm. Nərgiz xanımı heç indiyə kimi görməmişəm. Amma inanın ki, mən sizin hər ikinizi də çox istəyirəm. Siz mənim üçün çox əziz insanlarsınız. Vallah düz deyirəm. Əgər uşağıma görə məcbur olmasaydım, heç vaxt gəlib sizi belə narahat eləməzdim. Niyə bunu gizli saxlamısınız? Düz 2 ildir. Məsud belə istəyirdi. O utanırdı. Həm sizdən, həm də Məsumədən. Demək onun xəcalət hissi var. Sən dedin ki, ondan ayrılmaq istəyirsən. Niyə görə? Aranızda nə problem var?
Vallahi cənab deyəsən, o məndən yorulub. Demişdi ki, məndən bezib. Mən də həmçinin. Artıq mən də onu istəmirəm. Hələ Məsumə həyatda olduğu bir vaxtda Məsud məndən və anasından icazəsi səninlə evlənməyə razı olub. Amma 2 ildən sonra Məsumə Allahın rəhmətinə gedən vaxt o səni boşamaq istəyir. Niyə? Mənə həqiqəti danış, qızım. Cənab artıq bizim evlilik həyatımız dalana dirənib. De görüm bunun səbəbi nədədir? Axı niyə bu belə olub? Mən bilmirəm. Bilmirəm cənab. Mən sadəcə bunu bilirəm ki, artıq nə Məsud məni istəyir, nə də mən onu. Mən bunun səbəbini axtarmıram. Siz də axtarmayın. Sadəcə uşağımı qoruya bilməyim üçün mənə kömək eləyin. Sizdən yalnız bunu istəyirəm. İcazənizlə. Fəridə xanım, Məsudun anası Məsuməni lap çox istəyirdi. Ölümündən sonra hələ də özünə gələ bilməyib. O bu sözləri eşitməyə hazır deyil. Mənim səndən bir xahişim var. Hələlik bu barədə heç də bilməsin. Sonra özü bana deyərəm. Baş üstə. Arxayın olun cənab. Onun bilməyini heç mən də istəmirəm. Telefon nömrəni verərsən əzizə. Mən səninlə əlaqə saxlayacağım. Baş üstə. Xudahafiz. Amma cənab, mən bugün qeydiyyat idarəsində Məsudə hamilə olduğumu deyəndə əsəbləşib dəli kim olmuşdu. İndi qorxuram ki, mənim bura gəldiyimi biləndən sonra daha pis ola bilər. Xahiş eləyirəm, əgər mümkündürsə, onu tapasız və sakitləşdirəsiz. Mən ondan qorxuram, çox qorxuram. Sən narahat olma. Xudahafiz. Film 2012-ci ildə Salam studiyasında dubləj olunmuşdu. Dubləjin rejissoru Natiq Şəkərəliyev, inzibatçı Vaqif Aslanov, istehsalat müdürü Pərnisə Balamirzə qızı, tərcümə edən Teyyub Rüstəmov, dubləjin direktoru Emin Abbasov. Filmi səsləndirdilər Nəcibə Hüseynova, Gülnarə Zülalova, Kazım Abdullayev, Qədir Mirzə, Rövşən Məmmədli, Vüsal Xalıqoğlu. Texniki dəstək Butafilm kino şirkəti. به خود آمدم اینجا که به خود باز روم
که آورد مرا باز برد تا وطنم. روزها فکر من این است همیشه سخنم. روزها فکر من این است همیشه سخنم. روزها فکر من این است و همیشه سخنم.